Həm də xoş gördük sizi. Salam can. Necəsiz? Nə var, nə yox? Keyfiniz, əhvalınız necədir? Elhamdülillah. Allah köməyin olsun. Sen necəsin? Sağlıq, gözəllik. Dostlar, bəyənmə işarəsi xahiş edirəm vurun. Hər kəs bu işarəni vursun. Xahiş edirəm. Dostlar, bu işarəni vurun. Hoş gördük. Allah cana sağlık versin. Təşəkkür edirəm, bəy. Sağ olun. Allah ömür versin. Buyurun, söz sizdədir. Valla ben müracaat etmək istəyirəm prezidentə. Bəli. Ben Yaqub Eyyubovun İstiqlal ordeni almasının şahid oldum. Prezident onu təbrik elədi. Ben Yaqub Eyyubovun nöqtədən vergilə kimi tanıyıram. Yaqub Eyyubov olmasa bircə dəqiqə 10 saniyə özü, qardaşı Yusif, oğlanları Emin, Fərhad, Orxan bir dəqiqə də olsa Azərbaycan işğaliyyəti uğrunda vuruşmayıblar. Uşaqlardan hansı əsgərdə olub çıxsın desin. Özü, sabah indi orada məndən uşaqlar gəlsin, indi bəlkə formasını yazıb da onu deyə bilmərəm. Göstərsinlər hazır. Abi hissədə olublar, büyüsünlər, göstərsinlər. Oğlu, böyük oğlu Emin, ortancalı Fərhad, Şəhər qayəsində, avtomobil müfəttişliyində nəşikçi idi. Bilirəm, kişidə Orxan. Orxan 83-ci il təvəllüdür. O 1 milyard pulu olan oydu da Orxan, elə mi? Orxan, bəli, 1 milyard privatkada pulu saxlayanlar bəli odur. 1 milyard pulu var. Maşallah, aşdadı ikinci bağını 1 milyard pulu var. Yox, söhbət onda deyil. Bu Yaqub Eyyubov. Yaqub Eyyubov ömründə bir yerdə cibində 500 man pul olmaydı. Ancaq o bir İslamiyətə, məsuliyyətə skandalırdır. Ondan başqa. Yaqub gəlsin, mən onu dəvət edirəm. Canlı harada istəyir? Partiyasında, parlamentdə. Gəlsin görün. Bu adam, bu reaktör hardan yığır? Aynı neyle yığır? Bu hələ 1988-ci ildə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi olmaqdan ötürü Nəzirol Nələvi yolu edib, gedib Moskvada da Yakovlevin adamını tapmışdı. Gəncəli Məhərrəm. Mən bugün onu sübut eləməyə hazıram. Yəni, bu adam vəzifədən ötürü nasıl təbiyyətsən alsalar, nə desən eləyər? Bu 870 bin dollarlıq ya euroluk aslında düz tariftir. Bunun hamısı bir yerdə 870 bin cebində pul olan adam deyil.